İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində idarədə heç bir kobudluqla rastlaşmadım. Çox mədəni şəkildə davranıldı. Yanavaz.com xəbər verir ki, bunu Müsavat.com açıqlamasında Ural bölgəsində yaşayan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski azadlığa çıxdıqdan sonra deyib. Şıxlinski bildirib ki, o həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən biridir və bu proses üçün çalışanlardandır. Onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub. Şahin Şıxlinski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlıq edib. Stat: "Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq." Statın sonu. Bütün bu olanlardan araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz? Sualına isə Şıxlinski nikbin cavab verib. Stat: "Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna girəcək." Statın sonu. Xatırladaq ki, ötən axşam Şahin Şıxlinski və oğlu Mütvəlli Şıxlinski vəhşicəsinə saxlanılmışdı. Bir neçə saat sonra isə əvvəlcə oğlu, sonra isə Şıxlinski sərbəst buraxılıb.